Alqoritmin yerinə yetirilməsi nəticəsində T dəyişəni 60 qiyməti almışdır. N dəyişəninin girişə verilə biləcək ən böyük natural qiymətini müəyyən edin. Baxaq, deməli bizdə N dəyişəni daxil edilir və T dəyişəni təyin edilir. N-ə məchul bir ədəd, yəni N daxil edilib, T-yə isə 120 qiyməti daxil edilib. Daha sonra deməli şərt dövrünə gəlir və dövr icra olunur ki, deməli T-nin qiyməti azalıb. Yəni şərt bizdə ödənib burada. Birinci addımda ödənib. Birinci addımda şərt ödənirsə, deməli bizdə nə edir? N-i 3-ə vurur. T-dən də 30 çıxır. Alınır bizə neçə? 90. Daha sonra növbəti addımda şərt yenə ödənib ki, deməli T bizə 60 olması üçün yenə azalmalıdır. Deməli N-i yenə 3-ə vururuq. Yəni 9 N-i alırıq. T-dən də 30 çıxıb 60 ədədini alırıq və burada dövr dayanıb. Yəni ki, şərt artıq burada ödənməyib ki, bizə 60 ədədi nəticə olaraq göstərilib. Ona deməli baxsaq, biz nə etməliyik? Bir-bir şərtləri analiz etməliyik N-i tapmaq üçün. İlk şərtdə N bizdən 115-dən kiçik olması şərti ödənib ki, dövr işə düşüb. İkinci şərtdə 3 vur N 90-dan, daha doğrusu 85-dən kiçikdir ki, şərt ödənib, yəni ki, dövr işə düşüb. Üçüncüdə isə 9 vur N 55-dən kiçik olmayıb ki, dövr dayanıb. Onda deməli, əgər 9N 55-dən kiçik olmayıbsa, deməli 9N 55-dən böyük ya da ona bərabər olub. Bu halda baxsaq, deməli N bizdən 55 bölünsün 9-dan kiçik bərabərdir ki, daha doğrusu böyük bərabərdir ki, bizdə şərt ödənməyib. Və biz buradan N-in ən böyük qiymətini tapmağımız mümkünsüz bir şeydir. Çünki N artıq burada müsbət sonsuzluğa doğru gedir. Ona görə biz nə edirik? Üçüncü şərtə yox, ikinci şərtə baxaq. İkinci şərt üzərindən N-i tapmağa çalışaq. İkinci şərtə baxsaq, yəni şərtin ödəndiyi hala baxsaq, deməli N bizdə 85-dən, 85 böl 3-dən kiçik bərabərdir. Baxın, burada ən böyük qiyməti tapmağımız bizim mümkündür. Nə edərəm? 85-i 3-ə bölərəm. 28 qiymətini taparam, qalıqda da 1 taparam. Qalığa baxmıram, mənə tam hissə lazımdır. Çünki bizə nə deyir? Natural qiymətini deyir. Deməli, bizim N-in ən böyük qiyməti bizdə neçə olur? 28 qiymətini tapırıq ki, bizdə ikinci şərtdə ödənir. Artıq üçüncü şərtdə 28-i 9-a vurduqda, təbii ki, 55-dən böyük ədəd aldığından şərt ödənmir. Deməli, bizdə N-in ilkin qiyməti 28 qiymətidir.